Om Namo Bhagavate Vasudevaya. Bhagavad Gita fəsil 10, mətin 7. Xoş gördük Bhagavad Gita'nın dəyərli dinləyiciləri. Bizim Bhagavad Gita'dan seminar mühazirəmiz davam edir. 10-cu fəslin 7-ci mətnindəyik. Fəslin adı mütləqin əzəməti. Mütləqin əzəməti. Mütləq də Allah Alişşəx Krişnadır. Ona görə Krişna öz əzəmətini Arjunaya burada təsvir edir. Fəsil 10, mətin 7. Sanskrit belədir. Etam vibhutim yogamca mamayo vetti tatvataha sovikalpena yogena yujyate natra samşayaha. Azərbaycan ilə beytin tərcüməsi. Mənim əzəmət və mistik qüdrət sahibi olduğumu bilən insan özünü bütünlüklə sədaqətlə xidmətə həsr edir. Buna heç bir şübhə yoxdur. Mənim əzəmət və mistik qüdrət sahibi olduğumu bilən insan özünü bütünlüklə sədaqətlə xidmətə həsr edir. Buna heç bir şübhə yoxdur. Beytə Bhaktivedanta Swami Srila Prabhupadaның qısa izahı. Allah Ali şəxs barədə biliyi olan insan ruhi kamilliyin ən yüksək pilləsindədir. Uca Tanrının əzəmətini tam şəkildə dərk etməyən adam ona sədaqətlə xidmət edə bilməz. Adətən Tanrının əzəmətli olduğunu bilsələr də, insanlar bu əzəmətin nədən ibarət olduğunu dərk etmirlər. Burada isə bu müfəssəl surətdə izah edilir. Əgər insan Allahın əzəmətini dərk edirsə, onda təbii ki, o özünü Tanrıya həsr edib ona sədaqətlə xidmət göstərir. Uca Tanrının qeyri-adi xüsusiyyətlərini dərk edən insan heç nə arzulamadan özünü ona həsr edir. Bu cür həqiqi biliyi Şrimad Bhagavatam, Bhagavad Gita və buna bənzər kitablardan əldə etmək olar. Müxtəlif planet sistemlərində yaşayıb bu kainatı idarə edən çoxlu mələklər mövcuddur ki, bunların da içində Brahma, Həzrət Shiva, 4 böyük kumarlar və digər əcdadlar əsas yer tuturlar. Canlı məxluqların çoxlu əcdadları vardır və onların hamısı Tanrı Şri Krişnadan törəmişlər. Allah Ali şəxs Krişna bütün əcdadların əcdadıdır. Uca Tanrının əzəməti bu cürdə təzahür edir. Buna tam əmin olan insan Krişnanı böyük inamla qəbul edir və şübhə etmədən özünü sədaqətlə xidmətə həsr edir. Bu müfəssəl bilik Tanrıya sədaqətlə xidmət etməyə, insanın marağını artırmaq üçün lazımdır. Krişnanın əzəmətini bütünlüklə dərk etməyə etinasız olmaq lazım deyil. Çünki bunu bildikdə insan səmimi sədaqətlə xidmətdə qərarlaşa bilir. Bu, Bhaktivedanta Swami Srila Prabhupadanın hazırki beytə verdiyinə izahdır. Etam vibhutim yogamcha mamayo vetti tatvataha sovikalpena yogena yujyate natra samşayaha. Mənim əzəmət və mistik qüdrət sahibi olduğumu bilən insan özünü bütünlüklə sədaqətlə xidmətə həsr edir. Buna heç bir şübhə yoxdur. Bax, bundan əvvəlki mühazirə kim qulaq asıbsa, orada bu barədə biz biraz toxunuruq bu məsələyə, danışdıq bu arada. İndi bu Krişna eyni şeyi buradan təsdiq edir təzələndən. Şrila Prabhupada da özünün qısa izahında bunun çox necə deyirlər, lokanik şəkildə izah verir, lokanik və çox, nədə deyirlər, dolğun cümlələrlə. Krişna öz əzəmətini burada təsvir eləyə gedir. Özdə diqqət edirsiniz ki, Krişna burada mən deyir. Mən, mənim, mənəm. Mən, mənim, mənə. Mənəm və yaxud və s. Elə bax, belə deyə gedəcəkdir Krişna özünü.
İnsan mənəm deyəndə acıqlandırır hamını, qıcıqlandırır. Düzdür, mənəm deyən insanlardan heç kimin xoşu gəlmir, qıcıqlanır. Sizcə nəyə görə? Çünki o əsl özünə aid olan şeylərdən danışmır axı. Bu insanın canında Allahlıq iddiasıdır və ona görə o qıcıqlandırır başqalarını. Bildiniz, biz mənəm deyəndə bizim içimizdən Allahlıq iddiamız danışır və bu da başqalarını qıcıqlandırır. Başqalarının qıcıqlanmağı Tanrının xoşuna gəlmir ona görə də. Tanrının xoşu gəlmir axı, Tanrı bəyənmir biz burada nə qədər çox mənəm deyiriksə. Ona görə də mənəm deyən insanlar belə bizdə belə bir söz də var. Filankəs çox mənəm deyir. Və buna biz negativ baxarıq da, qıcıqlandırır bu hamını. Amma Krishna burada mənəm deyir, heç kim qıcıqlandırmır. Krishna burada elə bütün Bhagavad Gita boyu mənəm deyir. Bildiniz? Yəni mənə belə sufilər belə bir şey əhvalat danışmışlar. Sufilər. Deyirlər ki, yəni mən bu sufilərdən eşitmişəm. Deyirlər ki, peyğəmbərlərdən hansısa, bəlkə də Məhəmməd bin Əsad olub, bəlkə də başqası olub, mən bilmirəm. Yəni mən istəmirəm ki, burada dəqiq belə mühür vurum bu fikrin üstünə. Peyğəmbər gedib Tanrının dərgahına, necəsə. Tanrının dərgahına gedəndə gedib böyük belə bu Vedalarda da bu məsələ çox belə olduğu kimi necə bax bu cür təsvir olunur. Necə Tanrıya yaxınlaşanda qabağına insan böyük qapılar belə qızıldan qapılar. Bərbəzək daş qaşlarla bəzənmiş qapılar. Bir neçə qapı açılır. Bu gəlir böyük bir dənə qapının qarşısına və oradan döyəndə qapını belə o tərəfdən səs gəlir ki, kimsən? Bu da deyir ki, bəs mən filan kəsəm. Olduğu kimi deyir da mən. Və bir neçə dəfə mən deyir, qapı açılmır. Bu gedir, fırlanır, gəlir, bir də döyür. Yenə də oradan səs gəlir o tərəfdən. Kimsən deyir. Bəs mən filan kəsəm, mən adım budur, mən filan. Özünü təqdim edir də. Yenə açılmır. Sonra üçüncü də ki, fırlananda bunun qabağında gelir, Narada Muni çıxır, deyək ki, yaxud da ki, orada deyirlər, Cənab-ı Cəbrail çıxır, hansısa mələk çıxır, bilmirəm də, onu sufilər o vaxt danışıb yadımdadır. Və ondan soruşur ki, nə məsələdir? Deyir, bəs mən qapını döyürəm, açmır. Deyirsən, nə deyirsən, mən belə deyim. Deyir ki, indi bu cür deyir. Ona başa sağ ki, indi bu cür deyir. Gəlir o bir də qapını döyür, başlayır sən deməyə. O deyir, o namaz qılmaq nama sözündən deyil. Yox, ma da mən deməkdir. Mən yox sən. Namaz qılmaq indi insanın indiyə qədər mənəm deyirdi. İndi isə başını yerə qoyur namaz qılanda. Nama, mən yox. Yəni sən, indi bundan sonra deyir sən. İndi Krishna da burada mənəm ona görə deyir ki, biz mənəmimizi yerə qoyaq. Deyək ki, sən Krishna, sən. Bu da namaz qılmaq belə bir şey. Ona görə də bu Tanrının şəninə deyir, cürbəcür dualar deyirlər. Sən filansan, sən filansan, sən filansan. Bir də baxır ki, darvaza açıldı. Yəni gördünüz nə? Yəni həqiqətə qapı, Allaha qapı, Tanrıya yaxınlaşmağa gedən, Tanrıya gedən yolda qapılar açılır haçan ki, biz onu tanıyıb onu deyirik. Sən beləsən. Onun üçün də burada Krishna özünü burada təqdim edir. Ki biz öz əzəmətimizi qoyaq qırağa, Krishnanın əzəmətindən danışaq. Bizim burada heç bir əzəmətimiz yoxdur. Biz sadəcə olaraq burada Krishnanın illüzor enerjisi, mayan, şeytanın çubuğun altında burada nə edirik? Burada oyun çıxardırıq, cürbəcür oyunlar. Bildiniz? Heç bir əzəmətimiz, zadımız yoxdur. Əzəmət sahibi ancaq Krishnadır. Ona görə Krishna özünü burada təqdim edir ki, biz özümüzün bu dırnaq arası əzəmətimizi qoyaq qırağa, Tanrının əzəmətindən danışaq. Ona görə Krishna burada dayanmadan deyəcək, mənəm. Krishna özünü deyir. Yəni burada başqa bir yozum ola bilməz axı. Bhagavad Gita kitabın üstündə nə üçün yazılıb? Bhagavad Gita olduğu kimi.
Olduğu kimi bilsin heç yazıb. Ona görə ki, Bhagavad Gita'nın 500'e yaxın tərcüməsi var. Heç biri Krishna'nın olduğu kimi təqdim eləməyiblər. Bildiniz? Krishna'nın olduğu kimi. Krishna özünü orada necə təqdim edir? O cür yox. Özlərinin spekulativ, yəni özlərinin cəfəngiyat izahlarını veriblər. Ona görə də 500 Bhagavad Gita 5 nəfər adamı fəda eləməyib. Amma Srila Prabhupada Bhagavad Gita'nın üstünə yazıb olduğu kimi. Yəni nətər olduğu kimi. Yəni Krishna özünü necə təqdim eləyirsə, o cürdə mən verirəm. Mən öz izahlarımı vermirəm. Krishna özü haqqında necə deyirsə, o olduğu kimi. Krishna'nın dediyinə mən daha əlavə izahlar vermirəm ki, Krishna bunu demək istəyir. Yox, ona görə üstündə olduğu kimi və bu Bhagavad Gita ortalığa çıxan kimi dünyanın hamısı fəda oldu. Görürsünüz nətər? İndi ona görə Krishna burada özü haqqında danışır ki, mən kiməm? Yəni, Arjuna'nın qabağında duran iki əlli, iki ayaqlı bir başı əlində nə də deyir, cilovları atın cilovlarını tutub Arjuna'nın qabağında ki, Arjuna bu deyir mənəm. Məndən hələ azmış bu mənəm. Deyir ki, maddə aparataramdan yedir. Məndən yuxarıda həqiqət yoxdur Arjuna. Məndən yuxarı həqiqət yoxdur. Axtarma ki, yox, Krishna filan şeydən təzahürləyib. Yox, Allah odur və Krishna da ondan təzahürləyib. Belə şey yoxdur. Krishna özü deyir ki, məndən yuxarı həqiqət yoxdur. Buna izah verməyə ehtiyac var, yox. Ona görə Krishna burada deyir ki, mənim əzəmət və mistik qüdrət sahibi olduğumu bilən insan özünü bütünlüklə sədaqətlə xidmət həsr edir. Buna heç bir şübhə yoxdur. Bizim bu saat bu oxuduğumuz 10-cu fəsil Krishna'nın sədaqətli xidmət, Bhakti Yoga sədaqətli xidmət blokunun nədir? 10-cu, 4-cü başlığıdır. 6 dənə də 4-cüdür. İkisi də qalır. 11, 12. 7, 8, 9, 10, 11, 12. Bu 4-cüdür. 4-cü fəsildir ki, hansı ki, konkret sədaqətli xidmətdən danışır. Biz də demişdik ki, sədaqətli xidmət blokunda biz sədaqətli xidməti hər nöqteyi nəzərdən nə izah eləyəcəyik, açıqlayacağıq. İndi sədaqətli xidmət nədir? Krishna deyir ki, mənim əzəmət və mistik qüdrət sahibi olduğumu bilən insan özünü bütünlüklə sədaqətli xidmətə həsr edir. Və buna heç bir şübhə yoxdur. Bildiniz? İndi bunun burada Srila Prabhupada da dönə-dönə deyir. Baxın burada. Deyir ki, əgər insan Allahın əzəmətini dərk edirsə, onda təbii ki, o özünü Tanrıya həsr edib ona sədaqətli xidmət göstərir. Və Krishna sədaqətli xidmətlə məşğul olmasa, bu demək ki, Allahı tanımır. O bilmir Allah kimdir. O onun əzəmətindən bir xəbərdir. Ona görə özünü hələ sədaqətli xidmətə həsr eləmir. Əgər insan sədaqətli xidmət yolunda deyilsə, özünü ona həsr eləmirsə, bu demək ki, o tanımır Allah. O bilmir Allah kimdir. Onun əzəmətindən xəbərdardır. Xəbərsizdir, üzr istəyirəm. Ona görə də Prabhupada da burada deyir. Adətən Tanrının əzəmətli olduğunu bilsələr də, insanlar bu əzəmətin nədən ibarət olduğunu dərk etmirlər. Və ona görə də onlar sədaqətli xidmətlə məşğul olmur və sədaqətli xidmətə gəlmirlər. Uca Tanrının əzəmətini tam şəkildə dərk etməyən adam ona sədaqətli xidmət edə bilməz. Srila Prabhupada bunu deyir. Və başqa bir yerdə deyir ki, Uca Tanrının əzəməti bu cür təzahür edir. Krishna bütün əcdadların ulu əcdadıdır. Buna tam əmin olan insan Krishna'nı böyük inamla qəbul edir və şübhə etmədən özünü sədaqətli xidmətə həsr edir. Bu müfəssəl bilik Tanrıya sədaqətli xidmət etməyə insanın marağını artırmaq üçün lazımdır. Biz bundan qabaqki mühazirədə bu barədə danışmışdıq ki, bütün bu Krishna'nın verdiyi biliklər, söhbətlər, Arjuna'ya, bunlarda məqsəd nədir? Krishna'nın məqsədi nədir? Biz danışmışdıq orada. İndi burada bunun üstünə bir də qaydırıq təzədəndən. Krishna deyir ki, müxtəlif planet sistemlərində Prabhupada deyir, yaşayıb bu kainatı idarə edən çoxlu mələklər var ki, bunlar içində Brahma, Həzrət Shiva, 4 kumarlar və digər əcdadlar əsas yer tuturlar. Canlı məxluqların çoxlu əcdadları vardır. Onların hamısı Tanrı Şri Krishna'dan törəmişlər. Allah Ali şəxs Krishna bütün əcdadların əcdadıdır. Baxın, mənim atam var. Hərdən adamdan soruşurlar ki, Allah kimdir? Hərdən adamdan soruşurlar ki, Allah kimdir? Allah var, yox, ümumiyyətlə də. Ateist dünya görüşü də olur, belə.
Deyirsən ki, indi bax bu beytdə deyilən deyirəm sizə. Deyirsən ki, adamdan soruşursan ki, sən atan var. Məsələn, mən özümə soruşuram. Atan var, deyir, hə, var. Atası var, deyir, var. Onun atası var, var. O atanın atasının atası var, var. Atasının 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 atası var, var. Atasının 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 atası var, var. Bunu kim bunun eləyə bilər də? Yəni ki, bunun qabağını nə ilə almaq olar ki, heç nə ilə. Atamın atasının atası, atasının atasının atası, atasının atasının atası, atasının atası. Bu çox sadə bir məntiqdir, bildiniz nətəri? Materialist dünya görüşü olan adama, Allah'a inanmayan adama belə bir dənə argument qoymaq olur da onun qabağına ki, sən atan şəxsiyyət deyil, şəxsiyyətdir də, əli, ayağı, başı üstündə elə deyil. Bizim atamız nədir? Nurdur, yox, şəxsiyyətdir də. Hər bir insanın atası elə deyil, hə? Şəxsiyyət deyil. Əli var, ayağı var, hə, qaşı, gözü var, hə, başı danışır mənlə, yeyib içir, həzz alıb mənlə, elə deyil. Atamızı deyirəm, hər birimizin atası elə deyir. Bəs onun atası necə olub? Elə olmayıb. O da şəxsiyyət olub da, əli, ayağı, başı, hə, bədəni, hamısı yerində olubdur. Yeyib, içib, gəzib, söhbət eləyib, danışıb. Elə deyir. Bəs onun atası o şəxsiyyət olmayıb, şəxsiyyət olubdur. Atamın atası şəxsiyyət olubdur. Onun atası şəxsiyyət olubdur. İndi mənim atam şəxsiyyət olubsa, onun atası şəxsiyyət olubsa, atamın atasının atası şəxsiyyət olubsa, bu harda qutarır? Bu hardasa qutarır ya yox. Bu prosesi bu prosesin haqqında kim nə bir konkret söz deyə bilər? Məsələn, bugünkü dövrün hansısa bir alimi, yaxud din xadimi, materialisti kimsə nəsə deyə bilər ki, bu proses harda bitir? Yaxud da ki, bu bitməzdir. Ola bilməz axı bitməsin. Bu hardasa bitir. Atamın atası, atamın atasının atası, atasının 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 atası. Bildiniz nətəri? Və bunların hamısı elə bir dənə o bəhs eləyir ki, mənim atam şəxsiyyətdir. Bir dənə bu bəhs eləyir. Hər birimizin atası şəxsiyyət. Kim deməz ki, mənim atam şəxsiyyət deyil. Şəxsiyyət idi. Yəni nam Avropa quna lilət xam, onun adı var idi. Hə, atamın adı var. Forması var idi. Xasiyyəti vardı. Müəyyən bir işlə məşğuldur. Atam nə işlə məşğuldur? Hər kəsin atası bir işlə məşğul idi. Elə deyil, hə. Sonra atamın yaşadığı bir yer vardı, evi vardı, ünvanı vardı, pasportu var idi. Konsevrus demiş. Ne deyir, hə? İndi bunu biz inkişaf elətdirəndə, bu məsələni inkişaf elətdirəndə, atamın atası, o da eləcə şəxsiyyət idi. Onun atası, belə biz gəlib çıxacaq bilsin, bu Brahmanın üstünə. Başa düşdünüz? Məhz bu gətirib çıxardacaq bizi düz Brahmanın üstünə. Kimi dörd başlı mələk yoxdur, kainatın yaradıcısı. Gəlib çıxacaq onda. Amma Brahmanın da atası kimdir? Brahman atası kimdir? Brahmanın da atası var axı. Brahmanın da atası Garbhodakashayi Vishnu'ydu. Garbhodakashayi Vishnu'nun atası kimdir? Karandakashayi Vishnu. Karandakashayi Vishnu'nun atası kimdir? Krishna'dır. Bax, Krishna burada bunu demək istəyir ki, gördünüz, əzəli ata mənəm. Krishna əzəli atadır. Krishna əzəli əcdaddır. Budur Krishna. Bu kimdir Krishna? İndi əgər mənim atam şəxsiyyətdirsə, atamın atası şəxsiyyətdirsə, onun atası şəxsiyyətdirsə, onun atası şəxsiyyətdirsə, onun atası şəxsiyyətdirsə, hamısı şəxsiyyətdir də. Demək olmaz ki, hansısa bir məqamda şəxsiyyət qutarıbdır, nəsə başqa bir şey olur. Xeyr, şəxsiyyətdir, hamısı şəxsiyyət. İndi buradan belə bir sadə bir məntiq çıxmırmı ki, lap yuxarıda duran ata şəxsiyyətdir. Məntiqi deyil bəyən bu. Deməli, bu o deməkdir ki, mənim atam şəxsiyyətdirsə, mən şəxsiyyətəmsə, bu o deməkdir ki, hardan bu başlayıbsa, onun özü şəxsiyyətdir. Bax, bu Krishnadır. Krishna deyir, bax, o mənəm. Bildiniz, indi bu hal-hazırki oxuduğumuz beytdə Krishna bunu demək istəyir ki, bax, o mənəm. Həmən bu, necə deyirlər, çətindir bunu başa düşmək. O Məhəmməd Peyğəmbər sallallahu demişkən, eşq olsun ona. Deyirlər, soruşurlar ki, din nə olan şeydir? Peyğəmbər sallallahu deyir ki, din səmimiyyət deməkdir. Görürsünüz, o qədər möhtəşəm bir sözdür ki, fəlsəfənin arasından danışırsan, danış,
bu söz gəlir yerini tapır da orada, bildiniz nətər? Səmimiyyətdir. Yəni burada insanın sadəcə olaraq xırda bir səmimiyyəti lazımdır. Bildiniz ki, şey etiraf eləsin ki, bəli, belədir. Allah şəxsiyyətdir. Ha, onun həyatı var. Necə mənim atam şəxsiyyəti idi, onun həyatı vardı. Mənim atam var, o şəxsiyyəti idi və onun özünün məndən əlavə həyatı vardı. Elə deyil. Mən hər birimizin atasının özünün həyatı yox idi, yaşamırdı onun, yaşayırdı. Həyatı vardı, arvadı, işi, peşəsi, sənəti onunla məşğul olurdu. Mən onun oğluyam. Onun atası da eləcənə həyatı vardı, ailəsi, arvadı, uşağı, işi, failə. Onun atasının da hamısı elədir də. Və bu proses gedib Brahmada, bizim kainatın daxilində Brahmada dayanır. Dörd başlı mələk Brahmanadır. Bax onda dayanır. O kainatın atasıdır. Ondan. Amma Brahmanın özünün də atası var. Brahman şey deyil, atasız deyil. Brahmanın da atası, Brahma deyil ki, Brahmanın atası kim idi? Garbhadakashaya Vishnu. Brahma Garbhadakashaya Vishnu'nun qarnından çıxır da. Vishnu'ya Brahmanı dünyaya gətirmək üçün arvad lazımlı deyildi. Baxmayaraq ki, onun arvadı ayaqların, nilüfər qədəmlərini masaj edirdi. Onun ehtiyacı yox idi ki, o arvaddan. Özü öz qarnından çıxardır Brahma. Allah Ali şəxsin mükəmməl şəxsiyyət. Onun ehtiyacı yoxdur. Ha. Brahmanın atası Vishnu'dur. Mən təkrar edirəm, görürsünüz. Yəni ki, bu o qədər başa düşüləsi o qədər sadə bir həqiqətdir ki, burada sadəcə olaraq Peyğəmbər demişkən sadəcə olaraq insanın səmimiyyəti lazımdır biraz. Vəssalam. Biz səmimi etiraf edirik ki, bəli, Allah şəxsiyyətdir və mütləq həqiqət şəxsiyyətdir və bütün onda buradan ortalığa nə gəlir? Bütün bu mövcudiyyatın hamısı həmin o şəxsiyyətə məxsusdur. Bütün mövcudiyyatın hamısının üstündə duran odur. Elə deyil. Və bütün bu şeylərin hamısında arxasında duran ən ümdə məsələ nədir? Onların rəngarəngliyidir, müxtəlifliyidir. Görün nə qədər rəngarəng təbiəti var bu şəxsiyyətin. Bizi sadəcə olaraq elə belə dünyada ətrafda, bizi ətrafda rəngarənglik əhatə edir. Rəngarənglik əhatə edir, bildiniz? O rəngarəngliyin harmoniyası həzz gətirir. Deyək, təkrar biliyin anasıdır, rəngarənglik həzzin anasıdır. Amma o rəngarəngliyin harmoniyası barədə biliyi olanda insan ondan həzz ala bilir. Bu rəngarəngliyin harmoniyası Krişnanın başındadır. Krişna Allah Ali şəxs. Yəni həqiqətin tək olmağı, onun şəxsiyyət olmağı, Allah Ali şəxs. Bu deməkdir ki, bütün bu rəngarənglik bir iradənin ətrafında fırlanır. Bütün bu rəngarənglik, müxtəliflik, bu bir iradənin ətrafında fırlanmağı onun harmoniyası deməkdir. Onun harmoniyası arasında bilik bu deməkdir. O, bütün bu rəngarəngliyin kimin və nə cür iradəsi olduğu, onun ətrafında fırlandığını başa düşmək. Bax, bu Krişnanın əzəmətini, Krişna deyir, mənim əzəmət və mistik qüdrət sahibi olmağı bilən insan özünü bütünlüklə sədaqətlə xidmət həsr edir. Buna heç bir şübhə yoxdur. Bax, buna deyirlər Krişnanın mistik qüdrəti, əzəməti. Bütün mövcud rəngarənglik, baxın nə qədər rəngarənglik. Bir ağacın iki yarpağı bir-birinə oxşamır. İki eyni cür damcı su tutmaq olmalı ki, iki damcı su eyni bir-birinə oxşasın. İki dənə bir-birinə oxşayan insan, nəinki insan, bir dənə canlı varlıq tapa bilməsiniz ki, ikisi bir-birinə 100% oxşasın. Hörümçək, milçək, qarışqa, fil, insan, quş, ağac, elə bir dənəsini tapa bilməzsiniz ki, onlar bir-birinə oxşuyurlar. Bütün bu rəngarənglik, planet sistemlər rəngarənglik, bütün bu rəngarənglik, baxırsınız, bir dənə mütləq həqiqətin təbiətidir. İndi bax, bu rəngarəngliyin harmoniyası barədə bilik o rəngarənglikdən həzz almağa imkan verir. Bizim də təbiətimiz həzz almaqdır. İnsan həyatın mənası nədir? Həzz almaq. Amma o həzz açan ala bilir, haçan o rəngarəngliyin harmoniyası barədə biliyə malik olur. O da kimdir? O da Krişnadır. Allah Ali şəxsdir.
Krishna rəngə soruşarsınız nə üçün? Ona görə ki, əgər söhbət harmoniyadan gedirsə, bu o deməkdir ki, bu bir iradənin ətrafında fırlanmalıdır ki, orada harmoniya olsun. Nə üçün bu saat planetlər harmonически fırlanırlar? Çünki onlar bir günəşin ətrafında fırlanırlar. Bir dənə bir günəş ortadadır və bütün planetlər onun başına fırlanırlar. Burada bir dənə harmoniya vardır. Bir atomun tərkibində, nüvənin tərkibində elektronlar fırlanır, atomun tərkibində. Orada bir dənə harmoniya vardır. Və harmoniyanın da məqsədi həzdir. Krishnanın məqsədi bütün bu rəngarənglikdə, bütün bizlərə yaratdıqların hamısına daim artan həzz verməkdir. Və bizim ruhi can adlı şəxsiyyətimizin və əbədiyyətin, ruhi dünyanın artan həzzin səbəbi bu sonsuzluq qədər rəngarəngliyin harmoniyası. O da Krishnadır. Və deyilir ki, rəngarəngliyin harmoniyası barədə biliyi olan o rəngarənglikdən həzz alır. Rəngarəngliyin harmoniyası kimdir? O bir iradət var. O bir iradə kimdir? Krishnadır. Krishnanı tanımaq bu deməkdir. Allah ali şəxsi. Krishnanı tanımaq, Allah ali şəxsi tanımaq. Həmən o rəngarənglik. Çünki biz deyə bilərik ki, rəngarənglik nə üçündür? Ben rəngarənglik dedim, axı rəngarənglik həzzin anasıdır. Biz bəyəm həzz almaq üçün biz rəngarənglik axtarmırıq hər şeydə. Geyimimizi rəngarəng istəyirik, yeməyimizi rəngarəng istəyirik, həzlərimizi rəngarəng istəyirik. Qadın müxtəlif kişilər istəyir, kişi müxtəlif qadınlar istəyir. Bu oradan gəlir, bu ideya, başa söz. Çünki həzzin anası rəngarənglikdir. Eyni bir şey insana uzun müddət həzz vermir. Rəngarənglik istəyirlər, başa söz. O rəngarənglik çünki həzzin anasıdır. Amma bir şərtlə ki, sən o rəngarəngliyin harmoniyası barədə biliyin olsun. Məhz bugünkü mənsubiyyətlərin arasında duran bu davadalaş, dini davadalaş, milli davadalaş, bu hamısı nədir? Rəngarəngliyin harmoniyası barədə bilikləri yoxdur. Bildiniz? Onlar rəngarəngliyi qəbul edə bilmirlər. Bu rəngarəngliyin harmoniyasında biliyi olmayan insan müqayisə eləməkdə vaxt itirir. Müqayisə eləməkdə. Bu ondan yaxşıdır, bu bundan yaxşıdır. Bu bundan üstündür, bu bundan aşağıdır. Başa düşdünüz? Və bu müqayisə eləmək insana istirab gətirir. Deyir, bu diş istirab, bu diş istirabdır. Müqayisə eləyəsən, istirab çəkəsən. Müqayisə eləməyin səbəbi o deməkdir ki, insanın rəngarəngliyin harmoniyası barədə biliyi yoxdur. Rəngarəngliyin harmoniyasında biliyi olmaq bir iradənin barəsində biliyi olmaq deməkdir. Bir iradənin, tək bir. Allahın təkliyini Məhəmməd Peyyənsatullah nə üçün iddia ilə deyirdi? Allah təkdir, Allah təkdir, Allah təkdir. Nə üçün? Çünki bax, həmən bax bu rəngarəngliyin harmoniyasının tutmaq ki, sən axı həzz almaq. Allah ali şəxsin istədiyordu ki, bütün o yaratdıqları hamısı daim həzz alsınlar. Çünki bizim onun özü daim həzz içindədir və biz onun ayrılmaz hissəciyi, o deməkdir ki, biz də həzz içindəyik. Sadəcə olaraq biz bu maddə dünyada gəlib düşürük, onun illüzor enerjisinin təsiri altında həzzə nöqtə qoyur, həzz qutarır. Başlayır istirab. Bu da Krishnaya axı ləzzət vermir, onun yaratdıqları istirab çəkəndə. Düzdür? Ona görə rəngarəngliyin harmoniyası barədə bilik, onun həmən o rəngarəngliyin tabi olduğu tək bir iradə barəsində biliyə deyirlər. O da Allah ali şəxsdir. Allah ali şəxsiyyət. Krishna özünü bax bu aspektdə Arjunaya izah edir. Xırdalamaq istəyir ki, bütün bunların hamısının ortasında duran iradə sahibi mənəm. Krishna deyir, bu mənəm. Bildiniz, bax o Krishnadır. Əcdadların əcdadı Krishnadır. Bütün rəngarəngliyin harmoniyasının tabi olduğu yeganə iradə Krishnadır. Günəş Surya Samo Krishnadır. Krishna deyir, mənəm. Sən onu hər gün görmürsən, bəs mənəm. Heç sizin xəbəri yoxdur. O nədir, nədən təşkil olub və necə işləyir. Yalandan müasir elmin ortalığa atdığı belə iki cüt bir tək yalancı şeylər, təsvirlər. O demək deyil ki, onlar bilirlər ki, günəş nədir və necə durub orada. Ne üçün durubdur? Bildiniz nədəri? Biz heç bilmirik o nədir, necə durub orada. İşıq saçır deyəm orada. Krishna deyir, mənəm. Krishna Allah ali şəxsdir. Bildiniz? Bu ne üçündür? Bunlar ötürüdür ki, biz rəngarəngliyin harmoniyası barədə biliyi olmaq, Krishna deyir ki, o həmən dəqiqə özünün sədaqətli xidmətə həsil edir belə insan. Məni tanıyan, mənim bax bu cür əzəmətimi biləndən sonra insan özün tam sədaqətli xidmətə həsil edir. Niçin insan özünün sədaqətli xidmətə həsil edir? İnsan özünün sədaqətli xidmətə həsil eləmək məhz həmən bu rəngarəngliyin harmoniyasına girməkdir. O harmoniyada öz yeri tutmaq deməkdir.
O harmoniyada öz yeri tutmaq deməkdir. Bildiniz nətər? Məsəl üçün təsəvvürə gətirin ki, belə bir nümunə demişəm sizə mən belə. İndi deyəcəm. Məsəl üçün təsəvvür gətirin ki, bir 30 dənə musiqi alətində professional, peşəkar ifa eləyənlər. Peşəkar musiqi alətlərində çalınan müxtəlif musiqi alətləri. Klarnetdir, gitaradır, skripkadır, kontrabasdır, nə bilim daha nədir. Müxtəlif fleytadır. Təsəvvür edin ki, onların peşəkar nələri? Çalğıçıları. Məsələn, bu yaxında Facebookda belə bir dənə şey atmışlar. Bir dənə uşaq götürür, hansısa Avropa ölkəsindədir, bilmirəm harada olur. Götürür bir dənə hansısa bir dənə böyük bəstəkarın əsərini başlayır tarda çalmağa. Azərbaycanlı uşaq. Tarda çalır. Baxın, orada hər yaxınlaşan musiqiçi düşürlər onun harmoniyasına, başlayırlar onunla bir yerdə həmən şeyi çalmağa. Bildiniz? İndi bu professional peşəkar musiqiçilərin hamısının yığışanda bir yerə onlar necə olur o harmoniyanı yaradırlar? Onlar bir dənə dirijora baxırlar. Dirijor orada çubuğu necə fırladır, ona uyğun tonda çalırlar. Qoşulurlar həmən ora prosesə. Hər bir musiqi alətinin ifaçısı qoşulur ora, öz yerini tutur və başlayır orada özünə məxsus o səsi çıxardıb o harmoniyanın içində öz rolunu oynamaq. Başa düşürsünüz nətəri? Və o da bundan həzz alır. Orada böyük bir dənə simfoniya alır. O çalanların hamısı həzz alır. Qulaq asanlar da həzz alır. Ona görə sədaqətli xidmətə gəlmək, həmən bu rəngarəhliyin içində bu harmoniya var, bir iradə ətrafında var. Orada öz yeri tapıb, öz musiqi alətində öz şeyi çalmaq, öz necədir, öz notuvu çalmaq. Sən də həmən qoşulursan ora və öz yeri tapırsan, ona uyğun öz alətində çalırsan və ora bir dənə əlavə bir dənə çalar əlavə olundu və orada o simfoniya özünün şeyinə gedir. Böyle özünün o yüksək məqamına gedir. Başa düşürsünüz nətər o? Mən fikrimi çatdıra bilirəm. Sədaqətli xidmətə gəlmək nə deməkdir? Sədaqətli xidmətə gəlmək, rəngarəhliyin harmoniyası orkestrində öz yeri tapıb orada öz səsi çıxartmaqdır. Bildiniz? Bu belə olanda biz o artan həzz. Bəyəm orada hamı, çalğıçıların hamısı həzz almır. Fikir vermişsiniz nə? Çalğıçılar özləri həzz alırlar çalmaqlarını. Dinləyənlər də onlardan həzz alırlar. Bax, sədaqətli xidmətə gəlmək bu deməkdir. Sədaqətli xidmətin təbiəti bu deməkdir. Sədaqətli xidmət bu sevgi naminə sevgidən yüksək həzz yoxdur. Sevgidən yüksək həzz yoxdur. Ən yüksək həzz sevgidir. Biz mənə elə gəlir ki, izaha ehtiyac yoxdur. Bunun hamı özündə yaşayıbdır. Sevgi ən yüksək həzdir. Həzzin ən yüksək pikidir. Xidmət isə sevgi deməkdir. Azərbaycandakı sevgi sözün sanskrit dilindən tərcüməsi xidmət deməkdir. Sevgi sözü kökün sözü sevdir. Sev də sanskrit dilində xidmət eləmək deməkdir. Ona görə sədaqətli xidmət bu sevgi naminə, sədaqət sözünü izah eləmək istəyirəm. Sevgi naminə həyatında bütün maniyə, çətinliklər və problemlərin hamısını dəf eləməyə deyirlər. Sevgi naminə. Allah'a olan sevgisi naminə. Sevgi də nə deməkdir? Sevgi də deməkdir ki, həmən harmoniya var, o rəngarəhliyin harmoniyası. Bax, o həmən o sevginin harmoniyasıdır. Sevgi. O hər orada bir çalğı alətin ora gəlməyi həmən o harmoniyanı biraz da artıracaqdır. Həmən o musiqiyə əlavə bir dənə çalar. Başqa bir dənə musiqi aləti gəlsin. O qoşulsun o orkestrə. Biraz da artacaq. Artan bu deməkdir. Və hər bir canlı varlıqda təsəvvürə gətirsə fərdidir. İkinci bir dənə ruhi can yoxdur. Yəni, nə maddi dünyada, nə də ruhi dünyada. İndi bütün bu sonsuz miqdarda canlı varlıqların hamısını o harmoniya qoşulmağı dayanmadan artan həzz demək deyil. Başa düşdünüz? Dayanmadan artan həzz nə deməkdir? Çünki canlı varlıqların da sayı hesabı yoxdur. Və onlar həmin o harmoniya qoşulanda mərkəzdə də Krishnadır. Krishnanın mövqeyinə baxan kimdir? Mərkəzdə Krishnadır. Dirijor Krishnadır.
Və sədaqətli xidmətə gəlmək, xidmət, Krişnaya xidmət, bu sevgi deməkdir. Sədaqətli xidmət o deməkdir ki, maddi dünyada bu sədaqətli xidmət anlayışı işləyir. Ruhi dünyada sədaqətli xidmət deyil. Ruhi dünyada sevgi ilə dolu xidmətdir. Sevgi xidməti. Sevgi. Sevgi də orada. Vəssalam, başqa söhbət yoxdur. Amma maddi dünyada onun sədaqətli xidmət adına görə ki, burada hələ ki biz fiziki bədəndəyik, biz burada müxtəlif maneələrlə, çətinliklərlə və problemlərlə rastlaşacağıq. Və sevgi naminə, o harmoniya naminə, həzz naminə bizim istənilən problemə, maneə, çətinliyə dəf eləməyimiz, sinə gərməyimizə deyirlər sədaqət. Buna sədaqət sözü bu deməkdir. Problem varsa, maneə varsa, çətinlik varsa, sədaqət sözünün mənası var. Problem yoxdursa, çətinlik, maneə yoxdursa, sədaqət sözünün heç bir mənası yoxdur. Bildiniz? Çünki sədaqət sözü sadiq qalmaq deməkdir. Nəyinsə xatirinə, nəyinsə naminə, elədiyin işə, gördüyün işə, tutduğun yola, seçdiyin məqsədə, nəsiyyət aldığın şəxsiyyətə və s. prosesə öz sadiqliyi saxlamağa deyirlər sədaqət. Və sən onu davam eləyirsənsə, heç nəyə baxmadan. Bunu deyirlər sədaqətli xidmət. Sədaqətli xidmət bu deməkdir. Ona görə də Krişna deyir ki, mən tanıyandan sonra, mən biləndən sonra insan hökmən gələcək belə sədaqətli xidmətə və onu çox davamiyyətlə eləyəcəkdir. Niyə gəlmir, eləmir? Çünki o məni tanımır. Onu bilmir. Mənim əzəmət və mistik qüdrət sahibi olduğumu bilmir. Amma bilən bütünlüklə özünün sədaqətli xidmətə təsir eləyəcəkdir. Biz də dedik, Krişna kimdir? Biz dedik ki, Tanrının əzəməti və mistik qüdrəti, bax, danışa. Birinci dedik ki, Krişna nədir? Əcdadların əcdadıdır. Bunun Krişna nə üçün deyir? Ki, bütün bu rəngərəhliyin mərkəzində duranı başa düşmək üçündür. Bütün bu müxtəlifliyin, planetlər, kainatlar, canlı varlıqlar, bütün bunların hamısı, bütün bu rəngə müxtəliflik, bizim bir kainatın, bizdən balaca kainatda bunun içində 8 milyon 400 min canlı varlıq forması var. Amma kainatlar var ki, orada Brahman 1000 dənə, 100 min dənə başı var. Təsəvvürə gətirirsiniz, orada nə qədər canlı varlıq formaları var. Hansılar ki, biz təsəvvürümüz, heç biz xəbərimiz yoxdur. Biz ancaq öz kainatımızdan danışırıq hələ. Amma böyük kainatlarda daha çox canlı varlıq formaları var. Və bu rəqəmlər baxırsınız, bunu rəqəmə sıxışdırmaq qeyri-mümkündür. Allah böyükdür, Allah akbar. Allah əzəmətlidir, qüdrətlidir, böyükdür. Amma propoda deyir, heç kim bilmir nə qədər. Allah qüdrətlidir, nə qədər. Allah böyükdür, nə qədər, heç kim bilmir. Qədərini heç kim bilmir. Və buna deyirlər artan həzz, artan xoşbəxtlik. Və Krişna deyir ki, burada dedi ki, əcdadların əcdadı mənəm. Bütün bu rəngərəhlilərin, müxtəliflərin hamısının əcdadı mənəm. Krişnadır. Krişna da bitir, dayanır. Və biz biləndən sonra ki, Krişna, atamın atasının Krişnadır. Krişna mənim ulu babamdır, ulu əcdadımızdır. Krişnadır. Və bu qədər rəngərəhliyin də hamısının harmoniyası bir iradənin ətrafında fırlanmaqdır və o Krişnanın iradəsidir. Onda biz istəyirik o Krişna ilə əlaqəyə girək. Biz onun orkestrində çalmaq istəyirik. O ona sədaqətli xidmətə gəlirik. Mən onu sevmək istəyirəm. Mən ona olan sevgimi oyatmaq istəyirəm. Nətər? O da bunu istəyir. Krişna da bunu istəyir. Bu Krişnanın da istəyidir. Bizim içimizdən başlayıb təzahür eləməyə Krişnanın istəyi. Bu indiki bax oxuduğumuz beytin və Şrila Prabhupadaның izahının şeydir bu. Krişnanın əzəmətini bütünlüklə dərk etməyə ehtinasız olmaq lazım deyil. Çünki bunu bildikdə insan səmimi, sədaqətli xidmətdə qərarlaşa bilər. Səmimi söz var. Məhəmməd bəy Sağdullahdan soruşurlar ki, din nə olan şeydir? Deyir, səmimiyyətdir. Baxırsınız, deyir ki, Şrila Prabhupada deyir ki, bunu bildikdə insan səmimi, sədaqətli xidmətdə qərarlaşa bilər. Səmimi, sədaqətli. Səmimi nə deməkdir? Səmimiyyətin 3 dənə səviyyəsi var. Mən sizə demişdim, Məhəmməd bəy Sağdullah elə belə demir ki, din səmimiyyət deməkdir. Elə belə xırda məsələ deyil o. Əgər o dini səmimiyyətə bərabər tutursa, səmimiyyəti dinə. Demək, bu çox möhtəşəm bir ifadədir. Səmimiyyətin 3 dənə səviyyəsi var. Bir maddi səviyyədə səmimiyyət var.
Bizdə ruhi səviyyədə səmiyyət var, bir də ilahi səviyyədə səmiyyət var. Maddi səviyyədə, cismani səviyyədə səmiyyət var, insan səmimidir, geri oğurluq eləyir, gəlir boynunu alır ki, mən oğurluq eləmişəm. Bu cismani səviyyədə səmiyyət. Bir ruhi səviyyədə səmiyyət var. Bildiğin nətər? Ruhi səviyyədə səmiyyət. Bu ruhunun rifahından çıxış eləyərək baş verənlərə reaksiya vermək qabiliyyətinə deyirlər. Ruhu rifahından çıxış eləyərək səninlə baş verənlərə reaksiya vermək qabiliyyətinə deyirlər ruhi səmimiyyət. Ruhu rifahından çıxış eləyəsən, cismi yox. Amma elə eləyəsən ki, Allaha xoş getsin, elə elə səndən Allah, elə elə Allaha xoş getsin, Allah səndən razı olsun. Belə sözlər bizdə. Amma elə eləyəsən ki, Allaha xoş getsin və onun ne deyir, onun iradəsinə uyğun, onun istəyinə, onu razı salasan, onu xoşbəxt eləyəsən. Buna deyilə ilahi səmimiyyət. Bu səmimiyyət o qədər ciddi məsələdir ki, ona görə deyir ki, Prabhupada deyir ki, insan səmimi sədaqətli xidmətdə qərarlaşır Krishnan əzəmətindən xəbərdar olanda. Kimdir Krishna? Krishna özünü Bhagavad Gita'da bax bu cür təqdim eləyir Arjuna'nın qabağında. Ki Arjuna gəlsin sədaqətli xidmətin eləsin də. Arjuna görsün ki, bütün bu şeylərin hamısı Krishna durub arxasında. Arjuna fikirləşir ki, mənim babam durub orada, Dronacharya ruhani ustadım durub orada, əmi oğlanlarım durub orada. Krishna deyir, sən nə danışırsan, bunların hamısı mənimdir. Mən bunların hamısının ulu atası mənəm, hər şey məndən törüyür. Bunlar hamısının arxasında duran mənəm. İdə Arjuna'nın qabağında durub. Demək, Krishna Arjuna'nla öz münasibətlərini qoyubdur ortalığa. Ki Arjuna mənim xatirimə sən bu şeylərin hamısından keçəsən də. Əsas məsələ mənlə münasibətimizi bərpa eləməkdir. Ona görə deyir, müdürüşlərdən biri ki, bu kainatda səndən məndən başqa heç kim yoxdur, Krishna deyir. Yerdə qalan hamısı mənəm. Yəni Arjuna Krishna əslində deyir ki, Arjuna bunların hamısı mənəm. Səndən durmuşam. Bu saat sən mənə xidmətin əsasında diqqət mərkəzindədir. Bildiyin? Biz münasibətimizi burada araşdırırıq səndən. Mən kiməm, sən kimsən və sən özünü necə aparmalısan? Arjuna gəlir oraya çıxır ki, sən Allah ali şəxsən, mən də sənin əbədi xidmətçinəm. Yəni bizim aramızda sevgi var. Mən sənin əbədi sədaqətli xidmətçinəm. Sədaqətli xidmətçin. Arjuna getir başda Krishnanın dediyini eləməyə. Vəssalam. İndi bax, bizim vəziyyətimizdə bu nə deməkdir? Bizim vəziyyətimizdə. Bizim vəziyyətimizdə bu, hər mühazirəni biz bundan bitiririk. Şrila Prabhupada da bundan bitirir. Bizim vəziyyətimizdə bu deməkdir ki, bugün Krishna deyir ki, mənə sədaqətli xidmət eləmək başlayır. Harir nama, harir nama, harir namaya və keyvalam. Kalau nastiva, nastiva, nastiva qatiranatqa. Mənə sədaqətli xidmət başlayır Tanrının müqəddəs adlarını tərənnüm eləməklə. Buradan başlayır. Bildiğiniz başlanğıc budur. Kim istəyirsə Krishna sədaqətli xidmət prosesinə gəlsin. Krishna deyir ki, götür oxu. Hare Krishna, Hare Krishna, Krishna Krishna, Hare Hare. Hare Rama, Hare Rama, Rama Rama, Hare Hare. Bundan yuxarı sədaqətli xidmət yoxdur. Yerdə qalanlar bundan aşağıdır. Əsas məsələ, əsas sədaqətli xidmət budur. Yəni, əsas sədaqəti, sadiqliyi Tanrı müqəddəs adlarını tərənnüm eləmə prosesində saxlamaqdadır. İstənilən halda. Yerdə qalanların hamısı bundan sonra ikinci dərəcəli kimi gələcək. Birinci dərəcəli budur. Krishna müqəddəs adları. Çünki Krishna müqəddəs adlarını tərənnüm eləmək ona sevgi deməkdir. Allah ali şəxsə sevgi deməkdir. Tam təmənnasız nədir xidmətdir bu. Bizim üçün bu deməkdir. Bizim danışdıqlarımız, izah elədiklərimiz, oxuduqlarımız, Krishnanın dedikləri, Bhaktivedanta Swami Srila Prabhupadadan izahların hamısının son dayanacağı, son astanovkası bax budur. Harir nama, Harir nama, Harir nama eva kevalam. Kalau nastiva, nastiva, nastiva qatiranatqa. İndi bu saat dəmir dövrün biz insanlarına, planetin bütün insanlarına bundan artıq başqa heç nə istənmir Krishna. Tələb olunmur. Hare Krishna Mahamandrasını tərənnüm eləyin, vəssalam. Yerdə qalanları bu Hare Krishna Mahamandrasını tərənnüm eləyəndən sonra Tanrının mərhəməti, Tanrının necə deyirlər, lütfü ilə hamısı təzahür eləyəcəklər. Tanrının köməyi ilə təzahür eləyəcək bunların hamısı. Bunu eləməyincə qədər eləməyəcək. Çünki Tanrının köməyi olmadan insan heç nəyə bu dünyada nail ola bilmir. Nə yaxşı, yəni nə məndən də pis. Bildiyiniz keyfiyyətlər. Bundan yadınıza gəlir ki, bu başlığın 4-cü, 5-ci mətnlərində Krishna deyir ki, canlı məxluqlara xas olan müxtəlif keyfiyyətlər hamısını mən yaratmışam.
Hı? Ağıllılıq, elmlilik, şübhə səhvlərdən azad olmaq, rəhimdillik, düzlük, hisslərə nəzarət, ağlı ilə eləmək, xoşbəxtlik, bədbəxtlik, doğuluş, ölüm, qorxu, qorxmazlıq, zorakılıqdan imtina etmək, tarazlıq, məmnunluq, zahidlik, xeyriyyəçilik, şöhrət, şərəfsizlik, hamısını Krishna deyə mən yaratmışam. Gördünüz elə. Və bunların hamısını təzahür eləmək üçün Krishnanın köməyi lazımdır da. Onu demək istəyir ki, yəni mənim köməyim eləmədən siz bunlar təzahür eləmir heç biri. Mən verirəm bunları. Mən alıram, mən verirəm. Düzdür? Onda nə etmək lazımdır? Hare Krishna oxumaq lazımdır. İndi də Krishna necə gəlib? Hare Krishna Muhammadas kimi, özü müqəddəs adı kimi. Dəmir dövrünün indiki vaxtında Krishna özü müqəddəs adı kimi gəlib. Krishna müqəddəs adların tərənnüm eləmək həmən bütün bu keyfiyyətlərin hamısını əldə eləmək deməkdir. Bildiniz? Və salam. Mən burada dayanıram. 45 dəqiqə danışdıq. Kimin sualı olarsa buyursun. Çalışarıq izah eləyək bunu. Tanrı mərhəməti sayəsində. Hare Krishna.